Salam dostlar, necəsiz? Novruza hazırlıq vloguma xoş gəlmisiniz. Biz şirniyyatlar üçün xəmiri mikserdə yoğururuq. Mikserimdə çox soruşmuşdu, Sokani firmasındandır. Bu günü paxlava günü adlandırdım. Çünki nə çox nə az 5 lis paxlava bişirdik. Əslində 4 lis bişirməli idik, amma birinin üstü qızardı, qaynanam bəyənmədi. Yenidən etdik. Amma ən dadlısı da elə oldu, inanın səmiyyətinə. Və çox pis xəstələndiyimə görə bu vlog bir həftə gecikdi. Bayramın bitməyinə az qalsa da güman edirəm ki, öz aktuallığını itirməyib. Paxlava ilə qutarıb badamburanı etməyə başladıq. Mələk də kömək etdi. Burada da cəhd etdim düzəltməyə. Gördüm nəsə o alınmadı, qoydum qırağa. Uşaq vaxtı bayramları səbirsiz gözləyirdim. Bütün qohumların toplaşıb bir yerdə şirniyyat bişirməklərini. Enin də böyüyüb, onun yorğunçuluğunu görüb heç sevmirəm. Axşam da yer yığışımızı edib oturub deyib güldük. Səhərimizi də şəkərbura günü ilə açdıq. Biz içini doldurub böyrünü toxuya bilmirik. Qaynanam hazır edib biz də üstündən naxış vurduq. Bu şəkərburanı da özüm eləmişəm. Və sizdən bir şey soruşmaq istəyirəm. 17 dişli makkajı hardan almaq olar? Şirniyyat bişirən xanımlar bilər. Və işlərimə görə paralel vlog paylaşdım. Evdəkilər də maraqla gözləyirdilər baxmağa. Mətbəximizin də son halı və Novruzun olmazsa olmazı yoldaşımla mənim adlarımızın baş hərflərini şəkərburada yazmaq. Və gəldik ən maraqlı yerə, bunların hamısını 4 evə paylaşdırmağa. Səhərə bircə qoğal qalmışdı, onu da bişirdik və qaynanam gildə çıxdılar yola. Burada da uşaqlar özləri çəkib ıslaqlarını. Və şirniyyatlardan yumurtanın ağı qalmışdı, mən də tullamayım deyə merenga ruleti bişirdim. Yorğun olduğumdan çox əlləşmək istəmədim və yağlı kağızım qurtarmışdı. Kanada getmədim. Alındığı kimi də etdim. Sadə, heç nəsiz. Ən sevdiyim ruletdir bu arada. Kəsilişdə də içi belədir, qızım da bəyəndi. Və qapımız döyüldü, papaq atdılar bizə. Onların da içini konfetlə, qəpiklə doldurub apardıq verdik uşaqlara. Axşamda baldızım gil gəldilər, xonça düzəltdik, uşaqlarla apardılar ikinci bibiləri ilə bayramlaşmağa. Yoldaşım da dəniz məhsulları almışdı, çox dadlıdır, Bakinski krevetkadan alıb. Oğlum da əsnoqu çox bəyəndi, qızım isə balaca krevetkanı sevir. Və axır çərşənbəmizi belə yola saldıq. Sizə də gözəl günlər arzulayıram. Hələlik.